связи, значит, выступает Гамбер Джафаров в Галагапы о необходимости создания Тюркской спортивной федерации интеллектуальной народной игры. Buyurun Гамбер Bey. Bunun əsl müəllifi elə Bahadur müəllimdir ki, bu ideyanı ortaya attı ki, ümumiyyətlə bu Türk oyunu haqqında bir federasiya yaradılsın. Türk xalqlarının intellektual oyun Qalaqapı üzrə Türk xalqlarının federasiyası. Yəni artıq Asiya ölkələrində var, Avropada əgər varsa da, nəyə görə Türk xalqları, Türkün oyunu ola-ola, Avropanın heç buna bir aidiyyəti olmaya, Avropa Federasiyası yaradılsın, Asiya ölkələri, istər Yaponiya, istər Koreya, istər Çin, bunlardan nə qədər bu artıq götürülüb inkişaf elətdirilir. Onlar özləri də deyirlər ki, bu oyun bizim oyun deyil. Bu oyun bizə şərqdən gəlibdir. Yəni artıq böyük İpək yolu boyunca bu oyun vaxtı ilə inkişaf etdirilir. Azərbaycanda da bu oyun elə Bakıda vaxtı ilə tacirlər gəlib demək olar ki, saddan Şirvanşahlar sarayı deyilir oradan, Karvansaradan gəliblər, orada qalıblar. Onlar öz atlarını, dəvələrini burada saxlayıblar və axşamlar burada bundan istifadə axşamlar oynayıblar. Bu oyunu vaxtı ilə oynayıblar. Fəsəli üzərində, çörək üzərində, müəyyən o Qalaqapı damalarının üzərində o xəttlər çəkilib və kişmişlə oynanılıb vaxtı ilə. Eyni zamanda bunu Cəlil Məmmədquluzadənin də bir əsərində var ki, kişmiş oyunu və digər şəxslər də bu oyunu Azərbaycanda vaxtı ilə qədim kişmiş oyunu formasında olub. Lakin bu oyun Azərbaycanda o qədər də inkişaf etdirilməyə imkan verilmədi və bu oyun düşmən oyunu adlandırılaraq onu yasaq qoyuldu. Nəyə görə bu oyuna yasaq qoyuldu? Ona görə ki, bu oyun insan şəxsiyyətinə, inkişafına, insan zəkasının inkişafına, orada insanda fəlsəfi fikirlərin inkişaf etdirilməsinə çox belə yaxşı təsir göstərdiyinə görə bunu Türk xalqlarına qətiyyən oynamağa qadağa qoyuldu. Və beləliklə bu oyun demək olar ki, Sovet dövründə tam qadağan olundu. Lakin bu oyun demək olar ki, tamamilə insanların yadından çıxara bilmədilər. Bu oyun haqqında çoxlu məlumatlar, elə mən deyərdim ki, Bayram müəllim, Allah rəhmət eləsin, Tahir bəy Bayram müəllim müəyyən bizə məlumatlar vermişdi. Bu oyun haqqında, onun hətta anasının bu oyunu dəqiq bildiyini və sonradan bu oyun daha çox inkişaf etdirilmiş və bizim eyni zamanda həm müəllif olan Bahadur müəllim bu oyunu uzun müddətli oynamışdır. Bu oyun ilk dəfə Bakı Dövlət Universitetində onun
idman klubunda bu oyun oynanılmış və SSR-nin bir çox yerlərində həmin o yarışlarda iştirak etmiş və bu günə qədər də artıq bu oyun dünyada yayılmağının səbəbi Türk haqlarının oyunu adlar altında bütün dünyada artıq yayılmışdır. Məlumat üçün bildirmək istərdim ki, Almaniyada bu oyun üzrə yüksək reytinqə malik olan 3000-dən artıq insanlar artıq məşğul olur. Bu sonra digər ölkələrdə Fransada, Polşada, Çexiyada, Sloveniyada və sair yerlərdə artıq bu oyun həddən çox inkişaf etdirilir, aparılır. Və bizim Azərbaycanda isə bizim bu oyunla reytinqə malik olan 65 nəfər əvvəlcə oynayırdı. Sonradan Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının bu fən artıq tədris planına daxil edilibdir. Bir ixtisasda fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi, yəni hərbi müəllimliyi və fiziki tərbiyə müəllimliyi proqramına seçmə fən kimi daxil edilibdir. Artıq gələcəkdə də bu İdman Akademiyasında da bu fənnin tədrisinə başlanacaqdır. Müəyyən yarışlar keçirilir. Demək olar ki, Bakı çempionatı keçirilir, Respublika çempionatı artıq yanvarda nəzərdə tutulubdur, keçirilməyi. Lakin pandemiya buna da müəyyən qədər təsir göstərmişdi. Demək olar ki, insanların toplanmağına 2019-20-ci illərdə heç bir yarış keçirilməmişdi və istər Avropa, istər dünya çempionatlarında Azərbaycan iştirak etməmişdi. Bu ildə dünya çempionatında iştirak etmək üçün nəzərdə tutulmuşdu Elçin Əliyev, nəzərdə tutulmuşdu, lakin onu göndərmək mümkün olmamışdı. Çünki onlar müəyyən qısa bir müddət ərzində müəyyən tələblər qoyulmuşdu ki, orada bu COVID sertifikatı və çox qısa bir müddət ərzində bir ay vaxtı keçmədən həmin o sertifikatla gəlməli idi. Lakin o sertifikatı isə Azərbaycanda almaq üçün əvvəlcədən məlumat verilməli idi. Bir aya həmin o sertifikatı alınması və onun alınması üçün 70 Azərbaycan manatı ödəmək lazım idi. Ona görə müəyyən məsələlər var idi. Biz bu il ona görə iştirak edə bilmədik. Mən bu haqda çox vaxtınızı almaq istəməzdim. Əgər sualınız olsaydı, müəyyən suallara istərdim ki, cavab verin. Çok sağ olun Gember Bey. Kimin sualı varsa desin. У меня будет предложение. Пожалуйста. Ну, в принципе, предложение совпадает с целью этой статьи вашей о необходимости создания Тюркской спортивной федерации Галагапы. Я думаю, что нужно этот пункт ввести в резолюцию. Я не против. Ну, Гембер Мэлим, само собой. Очень даже хорошо было бы это
внести резолюции, и надо, я думаю, создать Таким образом, это федерацию. уже 5-й пункт, правильно? Резолюции я отмечуся. Наверное, да. Мгм. А вопросы, пожалуйста? Benim aydın meseledeki hiçbir sual yoktu. Aksine Gamber Meryem'e destek olarak, kömür olarak o cevaplara ben de cevap, yani o sorular olsa ben de cevap verebilirim. То есть, если есть какие-то вопросы, я тоже могу в поддержку Гамбер Мелема отвечать на них. Но мне кажется, он и сам справляется великолепно. Ильгарбек, у вас есть вопросы? В принципе, все ясно. Только как организовать это дело и куда обращаться с этим вопросом. Организаторские, да, вот это организационные вопросы. Нужно, чтобы осуществить эту великолепную идею, которая давно старая, которая уже давно забыта, и заново возродить это. Как это все организовать, вот этот вопрос на местном уровне, да? Ben cevap verərəm ona. Buyurun, buyurun. Tembel. Buyurun. İlqar müəllim, bu ideyanın rəhbəri əgər biz Azərbaycansa da onun təşkilati məsələləri bizdə həyata keçiriləcəkdir. Bütün Türk xalqlarını, eyni zamanda Türkiyə birinci başda olmaqla Qırğızistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və bundan əlavə baxmayaraq ki, Tataristan Rusiyanın tərkibindədir. Biz onları da, Tataristanı da biz bura dəvət etməyimizi biz planlaşdırmışıq, nəzərdə tutmuşuq. Ondan başqa Yakutiyada da bu Rusiyanın tərkibində olmağına baxmayaraq biz onları da öz bu federasiyaya cəlb etməyimizi planlaşdırmışıq. Mən elə gəlir ki, bu sonraki müddətdə işin gedişi göstərəcəkdir. Təşkilati məsələlər bizdə burada ədliyyədən artıq aparıb qeydiyyatdan keçməlidir və biz gələcəkdə Türk xalqlarının intellektual oyunlar birinciliklərini, çempionatlarını, müəyyən turnirləri keçirməyi nəzərdə tuturuq. O, həm Türk xalqlarının bir-birinə daha sıx yaxınlaşmağına, həm də ki, bu oyunun Türk xalqları arasında daha geniş yayılmasına şərait yaradar. İlqar müəllim, məlumat üçün siz deyim ki, bu oyun başqa idman növlərindən nəyinlə fərqlənir? Bu oyunu artıq profesional səviyyəyə çatan insanlar ömrünün əvvəlindən axırına qədər bu profesionallar federasiyalar tərəfindən maaş verilir, ömürlük, necə ki, təqaüd alınır. O cürdə o səviyyəyə çatandan sonra onlara ömürlük maaş da verilir və onlar qiymətləndirilir. Ona görə bunun təşkilati məsələlərini biz bu cür planlaşdırırıq. Bu Azərbaycanda həyata keçirilməlidir. Azərbaycan bunun qeydiyyatdan keçməlidir və hər ildə bu sahədə konqres keçirilməlidir. Konqresdə o şəraitlər qiymətləndirilməlidir. Hansı yarışın şəraiti necədir? Deyək ki, Azərbaycanda keçirilirsə də nə qədər idmançı gələcəkdir, onların yaşayış yerləri, onların yeməkləri, qalmaqları, bütün o şəraitlər yoxlanılıb və onların içərisində səs vermə yolu ilə həmin yerdə keçirilməsi aparılmalıdır. Bu artıq qəbul edilmiş bir
sistemdir. Bu cür. Təşəkkür edirəm. Bir də ki, bu oyunun kütləviləşməsi üçün, populyarlaşması üçün hansısa o broşura, buklet, nəsə bir yazı halındakı bunu tədris vasitəsi kimi də bir öyrətmə vasitə kimi bu haqda nə işlər görülməlidir ki, uğurlu davam etsin və kütləviləşsin öz cəmaatımız, əhalimiz arasında. Elqar müəllim, çox sağ olun ki, bu sualınıza görə də demək olar ki, 98 səhifədən ibarət bir Bahadur müəllimin və biz bir yerdə bir dərslik buraxılıbdır və onun kitab həmin dövrlərdə elektron forma yox idi. Biz onu səhv etmirəmsə də 98-ci ildə biz bunu artıq onu çap etdik. Ona rəylərdə verildi, çap olundu. Lakin o artıq Ciftsizdir. kitabça formasında çıxıbdı. Lakin indi biz bunun elektron formasını hazırlayırıq. Yəqin ki, bu yaxınlarda elektron formasını buraxmaqla bütün hamı yararlana biləcək. Kitab forması olanda onun sayı bütün hər kəsi əhatə edə bilmir. Əgər ola bilir ki, kiminsə əlinə keçdi, onu özü istifadə eləmədi, başqasına da vermədi, deməli o nüsxələr itə bilir. Lakin elektron forma saytımızda da yerləşdirəsi olsaq, bu hər kəs tərəfindən əlçatan